İlham Əliyev Əfqanistandan xüsusi qrup gətirdirib. Bunun çox şeylər deməmişəm, ay efirdə. TikTok yerlər, paylaşın. Sən tut eləyib paylaşacaqsınız, efiriniz vurulacaq, vurulmayacaq. Qoy 100 min adam baxsın, efirin vurulsun. Hər gün skrin elə, gələcəkdə hökumət dəyişəndə mənə sübut elə, 100 minlik, milyonluq hədiyyən alır yenə. Nə istəyirsən? Sana nə lazım? Bəzən görürsən kanalı paylaşılan kanallara milyon, 200, 2 milyon adam baxandan sonra kanalı vururlar. Cəhənnəmə vurur. O adamların beyninə, şuur altına qabil yerləşib. Qabilin xəbərləri, qabilin kimliyi, mənliyi yerləşib. Ondan sonra cəhənnəmə. Nəysə, dəyərləmədənən dəyərli sonra İlham Əliyev Əfqanistandan xüsusi qrup gətirdiribdir Azərbaycana. Onlar Bakıda narkotik hazırlayırlar. Əsasən də maye halında olan metan vitamin narkotik maddəni hazırlayırlar. O maye halında hazırlanmış metan vitamin əsasən məktəblilər üçün nəzərdə tutulubdur. Hal-hazırda məktəblərdə bu maye halında olan narkotik maddə elektron qəlyanların içində məktəblərə yayılır. Əsasən belə elektron qəlyanlar məktəblərə yaxın mağazalarda satılır. Qiymətlər münasibdir. Məktəblər ucuz qiymət eləyiblər ki, məktəblər hamısını alsınlar. Məktəblər bu elektron qəlyana çox maraq göstərirlər. Bir dəfə istifadə etməsi artıq bu qəlyanlardan asılı, bir neçə və ya bir dəfə belə istifadə edəndə bu qəlyanlardan asılı olursan. Xüsusən də 9-cu, 10-cu, 11-ci sinif və yuxarı institut tələbələri daha çox bundan istifadə edirlər. Dövlət Təhlükəsizlik Xidməti Əlin Ağayev hadisə ilə bağlı əməliyyat keçiribdir. Bu qəlyanların satışı ilə bağlı bir neçə nəfəri tutsa da, lakin prezident aparatından gələn göstəriş, İlham Əliyevin göstərişi əsasında həmin şəxslər, onu satanlar buraxılıbdır. Bu qəlyanların bir çoxunun üzərində heç bir marka, istehsal yeri, istehsal tarixi, hardan gəldiyi, mənbəyi məlum deyil. Bəzilərinin üzərlərinə saxta firma, markalar yapışdırılır, lakin həmin firmaya sən gələsəniz, emaillə çıxsanız, görəcəksiniz ki, həmin firma tamamilə başqa bir süd məhsulu istehsal eləyəndir, həm cips istehsal eləyəndir, həm pişik yeməkləri istehsal eləyəndir. Sadəcə o markanı vurublar ora, saxtadır. Yəni, heç bir əlaqəsi olmayan saxta markalar vurub satırlar. Ümumiyyətlə, belə bir firma adı ya yoxdur, ya da tamamilə başqa bir firmadır. Dəyərləmədənən yalanan saxta adlar yazırlar qəlyanların üzərinə. Artıq şagirdlərin əksəriyyəti bundan istifadə edirlər. Bir çoxunun valideyni bundan məlumatsızdır. Bilmirlər ki, evlatları belə elektronu, belə tuturlar, elektron qəlyan. Tüfüldərə gedirlər. Bir şagirdlər o evlatları elektron qəlyan adı altında narkotik istifadə elədiyini çox valideynlər bilmirlər. Qabil bəy, orta məktəblərdə 9, 10, 11-ci siniflər və institutlarda nadir hallarda 100 oğlandan biri ola bilər ki, 100 oğlandan bir nəfər ola bilər ki, o elektron qəlyandan istifadə eləməyib. Tam fikirləşir, mənim oğlum yaxşıdır, mənim oğlum eləməyib. Ağrəşlər, ay şərəfsizlər, səssiz qalanlar, əksəriyyətinizin balaları o sulu qəlyan deyirlər, o elektron qəlyan, ondan istifadə edib və hamınızın balaları metan vitamin çəkir, potensial narkomandır. Ay ağrəşlər, gedin qanını yoxlatdırın. Bunun istifadəsi əsasən sonsuzluğa, gen dəyişiliyinə, yəni petxluğa, şagirdlərdə agresiyaya, atalarınla, analarınla belə davaya çıxırlar, agresiya yaradır. Bu narkotik maddələr uzun müddət istifadə etmək orqanizmdə birinci böyrəkləri sıradan çıxartır, dalınla xərçəncə tutulması kimi bir sıra xəstəliklər yaradır. Son vaxtlar ölkəmizdə tələbələrin qəfil ürək tutması, tələbələrin qəfil həyatını itirməsi bu qəlyanların istifadəsinə bağlıdır. Bu bir müddət tələbələr, bax bir müddət bundan qabaq mən yayırdım, tələbələr ürək tutmasından ölüm xəbərləri mediaya paylaşılırdı. Hər zaman deyirdim, 118-ci tələbə dünyasını dəyişdi ürək tutmasına. 120-ci tələbə ürək tutmasından dünyasını dəyişdi. 126-cı tələbə, yadımdadır, 126-da dayandım. Ondan sonra xəbər gəlmədi, 2 aydır, 3 aydır. Deməli, artıq tələbələrin ürək tutmasından, ölüm xəbərlərini İlham Əliyevin göstərişindən tələbələrin ölməsini yayımlamaq qadağan edilibdir. Tələbələrin ölməsini, ürək tutmasından bu narkotikə bağlıdır, ölməsini qadağan ediblər. Qabil bəy, siz dayandırsanız da daha da artıq tələbələr dünyasını dəyişir, ürək tutmasından bax bununla əlaqədərdir. Elektron qəlyanla. Hazırda bu saxta qəlyanlar məktəb və universitetlərdə çox geniş yayılıb, hər 3 yoxu, hər 10 tələbənin 9-unun sumkasında var. Deməli, eləmədələn dəyərli soydaşlarım, görürsünüzmü, nələr var, nələr, balalarınız yoxdur, nə danışıyorsunuz, yatdım, mən Mənə Qabil Türkoğlu deyərlər. Xəbəriniz varmı? Uşaq məktəbdə olanda neçə dəfə otaqlı şimon eləmişəm. Neçə dəfə gecə sumkanı otaqdan götürüb eləmişəm.
Məktəbdə necə əlaqə saxlayır? Varınla, necə qıram? Necə? Mənim sualım məktəb bilgisidir.